Heç bilirsiniz ki, əksəriyyətimizdə niyə görə evdə problemlər yaşayır və qadın bizə itaat eləmir, bizə ram olmur, bizə heç nə eləmək istəmir. Bilirsiniz nə üçün? Çünki yazıq axırıncı dəfə lətif, gözəl, şirin, əziz, məhəbbət kəlmələrini ha vaxt eşitdiyi yadına gəlmir. Və bu qadının cibilli, fitri ehtiyaclarındandır. Ərindən gözəl sözlərin eşidilməsi. Ərindən gözəl sözlərin eşidilməsi. Ulema deyir ki, vallahi qadının bu sözə dəhşət ehtiyacı var. Ərindən gözəl sözün eşidilməsi. Əgər qadın o sözü eşitsə bir dəfə, görəcəksiniz ki, onun həyatı necə dəyişilib. Əgər tez-tez eşitsə, o zaman qadın bu kəlimə, subhanə, o qədər təsir var ki, qadına. Ərindən ötürü hər şeyə tab getirmək razıdır. Desən ki, ona misal üçün bir müşok paltar yiyib, baş üstə. Aydındır. Çünki o kəlmələ ehtiyacı var. Ona görə, hətta alimlərdən biri soruşur ki, dərs əsnasında, Şeyx Salihin, yox başqa bir şeyxin dərsində, sizdən birinizdən soruşsam ki, axırıncı dəfə sizdən biriniz, hansı biriniz həyat yoldaşına axırıncı dəfə bu sözlər deyib? Evim eşiyim, aşkım, həyatım, məhəbbətim, gözüm işirəm. Cavab o olacaq ki, evlənməmişdən qabaq. Düzdür? Və bunlar caiz kəlmələrdir. Bunlar caizdir. Çünki Allah Azze ve Celle bilir ki, "Aşiruhunne bil ma'ruf." Və la tensawul fadla beynakum. Hətta boşananlar üçün deyir ki, və aranızda olan lütfü və gözəllikləri də unutmayın. Boşananlar üçün deyir bu ayəti. Və la tensawul fadla beynakum. İndi düşmənlər ayrıldı. Yaddan çıxar bir vaxt vardı, lütf, gözəl sözlər eşidirdin. Həmçinin Allah Azze ve Celle buyurur ki, "Və qulu lin-nasi husna." Və insanlara gözəl sözlər deyin. Bu insanlar içinə girir qadınlar təbii ki, həmçinin. Hətta şeyxlərdən biri deyir ki, biri təcrübədən keçirmək istəsə, telefonu qaldırsa, axır ki, və zəng eləsə yoldaşına desə ki, "Azəvmişim, həyatım, gözüm, ruhum, qəlbim." Arvad telefona baxar ki, kaşibə kimsə bu. Və telefona diqqətlə baxar ki, ola bilməz. Onun üçün aşkısını istəyər ki, diqqətlə baxsın. Deyərsə bizimkidir. Qadın bu kəlmələrə həsrətdir, qardaş. Vallahi onun haqqındandır. Və alimlər deyir ki, bu doğrudan elədir. Və əşirun bil ma'ruf. Və bu şeylər olmadığına görə qadın özünü təkləmiş hiss edir. Sanki əşya kimi. Niyə görə? Və bu tələbətin qadında olması səbəbi də yaddan çıxartmayın, o hardan gəlib. Başqa bir bağçadan, başqa bir bostandan. O bostanda ki, o daima nazlanırdı və daima bu sözləri eşitirdi, gözəl kəlmələri. İndi bura gələnəsə axırıncı dəfə onları eşidib evlənməmişdən qabaq. Və ulema deyir ki, sizin üçün ən gözəl qudva, ən gözəl nümunə, ibrət Allah Resulü sallallahu aleyhi ve sellem'dir. Allah Azze ve Celle buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرِ وَذَكَرَ اللّٰهَ كَثِيرًا. Həqiqətən Allahın Resulündə sizlər üçün gözəl nümunələr var. Kimlər üçün? لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرِ. Kim Allahın görüşünə ümid edirsə və axirət günündən qorxursa. وَذَكَرَ اللّٰهَ كَثِيرًا. Allah Teala çox anırsa. Allah Nəbisi sallallahu aleyhi ve sellem evə girməmişdən qabaq, evə girərkən sivaqla dişini təmizləyərdi. Bilirsiniz onu. Niyə görə? Çünki gözəl kəlmələrlə danışacaq, həyat yoldaşı ilə danışacaq və çox ehtiyat elərdi ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem ondan pis iyi gəlsin. Çox ehtiyat elərdi. Hətta bir dəfə balı özünə haram etdi, inandı qadınların sözünə ki, dedilər ki, baldan pis iyi gəldi ya Rasulullah. O deyəsən baldan gəl vəy. Təsvir eləyin.